1990-cı ildə Xalq Deputatları, Abşeron rayonu Xalq Deputatları Soveti tərəfindən qardaşım Rzayev Məmməd Hüseyn Yasəroğlu'nun adına 30 hektar torpaq sahəsi ayrılıb Abşeron rayonunun Preköşül kəndində. Qaynar xəttimizə müraciət edən Nasir Rzayevin gileyi 2017-ci ildə vəfat edən qardaşı Məhəmməd Hüseyn Rzayev adına olan torpağa sənəd ala bilməməsi ilə bağlıdır. Deyir ki, torpağa sənəd ala bilmədiklərinə görə əmlaki vəfat edən qardaşının övladının adına keçirə bilmir. 2017-ci ildə qardaşım rəhmətə gedib, onun adına vərəsəlik sənədi var. O gündən bu günə qədər biz Abşeron rayonundan onun adına sənəd ala bilmirik. Bəli, oğlunun adına keçirmək istəyirik, o gündən birini ala bilmirik. Nasir Rzayev deyir ki, sənəd verməməklə bağlı səbəb kimi bir neçə nüansı göstərirlər. Axırıncı mahnı olub ki, möhtərəm prezidentin 2016-cı ildə qərarı var ki, 2020-ci ilə qədər kadastrlar orada çaşma yolları var. O kadastra görə biz bu şeyi saxlamışıq. Prezidentin fərmanı 2020-ci ilə qədər bunlar qutarmalıdırlar. Bu günləri 2025-ci ildir. Bu gün də eləmirlər. Bəs bu halla qarşılaşan vətəndaş nə etməlidir? Hüquqşünaslar deyirlər ki, sözü gedən əmlak dövlət qeydiyyatına vəfat edən şəxsin adına alınıbsa, bu zaman qeyd etdiyim şəxslər müraciət etməlidir notariat kontoruna və şəxsin qohumluq dərəcəsini göstərərək, onun ölüm haqqında şəhadətnaməsi və onun adında olan əmlaklara təqdim edərək vərəsə kimi qeydiyyata aldırmalıdır, vərəsəlik işi açılmalıdır notariat kontorunda və müəyyən müddətdən sonra həmin şəxslərə qanun üzrə vərəsəlik şəhadətnaməsi veriləcəkdir. Və həmin şəxslər isə sonradan qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında müraciət edirlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və həmin əmlak bərabər şəkildə qanun üzrə vərəsələr arasında bölünəcəkdir. Əmlak məsələləri üzrə Dövlət Xidmətindən bildirildi ki, məsələ ətrafında araşdırma artıq başlanılıb və bu barədə məlumat yaxın günlərdə təqdim olunacaq.